Hər kəsə salam olsun. Mənim bizim toylardan, yaslardan da özümü anlayandan xoşum gəlməyibdi. Məcbur olub iştirak etmişəm. O ağır toylar, bir-biri ilə bəhsə-bəhsə girmələr. Peyğəmbər 3 gün yas buyurubdu, ona əlavələr edib daha da ağırlaşdırmaq. Yəni illər ötür, əsrlər keçir, bu toplum bir türlü cəhənnəmindən çıxmır, cəhənnəmin daha ağır qatlarını yaradır. O toylarda, o yaslarda rahat qaydalar yaratmaq əvəzinə onu daha da ağırlaşdırırlar. Mən həmişə demişəm ki, mən dəfn törəni istəmirəm. Mənə kimsə sağlığımda hörmət edirsə etsin, öləndən sonra gəlib orada timsah göz yaşları lazım deyil. Və mən Əziz Nesin kimi demişəm ki, mənə dəfn törəni lazım deyil. Öləndə kimsəyə bastıracaq. Əsas da mən istəyirəm kremasiya olunsun, yandırılım. Vəssalam. Çünki demirsinizmi o bir dünya var. Qoyun o insanlar ölsünlər, geçsinlər bu cəhənnəmdən, bu olmazın sınaqlardan canları qurtarır. Onları min cür borcla yola salırsınız o bir dünyaya da. Ağır-ağır başdaşları qoyursunuz. Halbuki müsəlman dininə görə qəbir itməlidir. Hara itəcək? Əsrlər hələ üstündə heykəllər zad qoyursunuz. Toylardakı mən ömrüm boyu uşaqlarım anadan olandan da demişdim ki, mən uşaqlarıma o yekə-yekə saraylarda o ağır paltarlarla, o ağır səs-küydə, yəni ki toy deyil ki o. O da başqa bir cəhənnəmdir. Mən demişdim ki, öz həyətimizdə balaca, ən yaxın insanları çağırıb, donları da, gəlinlik donu da çox rahat olacaqdır. İstədiyi qədər oynayacaq, şənlənəcək və ay yasa, ay toya bir də kredit götürüb borc bataqlığına düşməyəcəm. Çünki nəyə lazımdır onlar? İnsanımız toylara, yaslara xərclədiyi pulu özünün və övladlarının inkişafına xərcləsə, bu ölkədə iqtidarın müxalifətinə baxmayaraq toplum hər halda normal bir nələrsə əldə edə bilərdi. Yox, kasıb da varlı ilə bəhsə girməlidir. Onun qızı filan yerdə toy eləyibsə, onun qızı filan meybələ aparıbsa mən aparacam və o evdə gedib ölsə də, xoşbəxt olmasa da, 1-2 aydan, 1-2 ildən boşansa da, xeyr, elə şey yoxdur. Sonra pulu da yığıb krediti ödəyirlər, yaxud ciblərinə qoyurlar. İllər keçir, əsrlər keçir, Azərbaycan toplumunda iç dəyişmir. Sadəcə xaric dəyişir. Və məşhur psixoloq, psixoterapevt Carl Jung deyir ki, xaricinə baxan, xarici ilə ancaq ilgilənən insan yuxuda qalır. Daxilinə inən, daxilini öyrənən insan oyanır. Və oyanandan sonra həyatın yaşamanın nə olduğunu anlayır insan. Ona görə də indi mən nə toylara, nə yaslara getmirəm. Getmək fikrində də deyiləm. Kim necə seçim edirsə, toy edirsə, hər kəs xoşbəxt olsun, oğullu, qızlı olsun. Amma Azərbaycan cəmiyyətində hər gün o hay-harayın toylarda oturmaq, hər gün o dedikodu, min cür pisliyin çeynəndiyi yer olan yaslarda oturmaq elə xəstəliyin əsas mənbələridir. Və sonra da yaş indi əvvəllər 40-ı, 50-ni keçəndə insanlar xəstələnərdi az çox. İndi 20-lərdən, 30-lardan artıq insanlar ancaq xəstəliklərlə, müxtəlif psixi pozğunluqlarla uğraşırlar. Niyə? Çünki əvvəlki nəsillər müəyyən bir qayda qanun yaratmadılar, müəyyən gözəl dəyişikliklər etmədilər ki, sonraki nəslin yükü yüngülləşsin, daha da ağırlaşdı. Ona görə də əzizlərim, mən nə yaslara getmirəm, nə toylara. Elə rahatam ki, əvvəl anam, atam, valideynlərimə görə, sonra keçmiş ər evinə görə məcburi görsən ora-bura aparırdılar. Amma indi nəyim varsa özüm üçün xərcləyirəm, öz ürəyim istəyəndə dururam, ürəyim istəyən şeyi yeyirəm, onunla özümə az da olsa kiçik enerji yaradıram. Bu cəhənnəmin dibinə dönmüş bir toplumda, cəmiyyətdə az da olsa özüm üçün kiçik bir ada qurub nəfəs alıram. Tak što, heç kəsə demirəm, o nədir? Mən öz fikrimi deyirəm. Yəni ki, siz öz həyatınızla yaşayın, mən də öz həyatımla. Hər kəsə
mutluluqlar arzu edirəm. Yasəmən ilk dəfə özü üçün yaşayır. İstəyəndə dururam, istəyəndə yemək yeyirəm, istəyəndə bişirirəm, istədiyim yerə gedirəm. Çox var, çox yeyirəm, az var, az yeyirəm. Bunu da yenə bu toplumun toylarına, yaslarına xərcləyib öz həyatımı cəhənnəmə mi çevirməliyəm ki? Yəni insan yaşlaşdıqca 1 qram dəyişmirsə, o həyatı 10 il əvvəlki həyatdırsa, demək ki, o insan inkişaf etmir, o insan bataqlığın dibindədir. Nə gün desən Azərbaycan insanı. İnsanı öldü, aparın, bastırın. Dində də deyilir ki, o bir dünya varsa, o bir dünyadadır da. Özünüz istəyəndə gedin, qəbir qazırsınızsa, o qəbri də balaca eləyin. Toydursa balaca bir şənlik verin, qəşəng, yüngül giysilər, gənclər. Toy, yas deyəndə ağır bir şey olmasın. Və o ağırlıqlar sizi xəstə edir, sonra da həkimlərin qapılarındasınız. Hələ üstəgəl oradan qopmaq istəyənlər də o cəhənnəminizə, o qır qazanına çəkirsiniz. Hayır, əfəndim. Zorla özümü qoruyuram, zorla özümü dinləməyə başlamışam və hər kəsə bax bu cür cəsarət, iradə arzu edirəm ki, sonunda yaşamağı öyrənin ki, öz eybəcər yaşam dairəsini başqalarına ötürməyəsiniz. Öz övladlarınıza bara ötürməyin. Yazıq ya uşaqlar, yazıq.